Ехать fiili. İndiki zamanda ya yedu birinci şəxsin təki, ikinci şəxsin təki ty yedir, üçüncü şəxsin təki on, ana, ano yedir, birinci şəxsin cəmi mı yedim, yedim eynən olur, ilə yox. İlə olan da başqa mənaya gəlir. Başqa bir fiili bildirir. Onu da deyəcəm. İkinci şəxsin cəmi вы едете, едете. Üçüncü şəxsin cəmi они едут. Buna oxşar hallanması fiili də deyil. Xoşlayıram həmişə oxşarları deməyi. Есть fiili. İndiki zamanda birinci şəxsdə ya yem, ikinci şəxs tək ty ешь, üçüncü şəxsin təki on, ana, ano, есть. Mərkəz znaksız есть sadəcə. Birinci şəxsin cəmi мы едим. Fikir verin, getmək feilində, miniklə getmək feilində yedemdir. Yedem. Есть feilində isə birinci şəxsin cəmində мы едим. İkinci şəxsin cəmində вы едите. Üçüncü şəxsin cəmində isə они едят. Fikir verdiniz nə qədər oxşardır bunların.